Salam, hər vaxtınız xeyir olsun, dəyərli dostlar. Gündəmdə yenə də Ermənistanın Azərbaycana ödəyəcəyi təzminat məsələsidir. Əvvəl onu deyək ki, təzminatla bağlı bir sıra rəqəmlər səsləndirilir. Bəziləri 120 milyard, bəziləri 150 milyard, bəziləri 240-260 milyard dollar. Ən doğru variantı səsləndirən İqtisadi Araşdırmalar İnstitutu isə Ermənistanın Azərbaycana 30 illik işğal dövründə vurduğu dəyərin 300 milyard dollar olduğunu bildirir və məncə də ən inandırıcı variant budur. 300 milyard dollar Ermənistan Azərbaycana təzminat ödəməlidir. Bəs bu təzminatı əvəzində Ermənistan bizə nə verə bilər? Bildiyimiz kimi hazırda Ermənistanın iqtisadiyyatı o qədər də güclü deyil. Azərbaycanın hərbi büdcəsindən təxminən 2 dəfə azdır Ermənistanın ümumi büdcəsi. Bəzi hallarda, müxtəlif illərdə Azərbaycanın hərbi büdcəsinə bərabər olub və bu o deməkdir ki, Ermənistan həmin 300 milyard dollarlıq borcu, təzminatı bizə qaytara bilməyəcək. Əvəzində isə dünya praktikasında olduğu kimi Ermənistan bizə torpaq qaytara bilər. Və bir nüansda qeyd eləyək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-20-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisidir. Belə olan halda biz 1918-20-ci illərdə Azərbaycanın öhdəliyində olan 114 min kvadrat kilometrlik ərazini Ermənistandan tələb eləyə bilərik. Bu işin hüquqi tərəfidir, amma indiki halda müəyyən beynəlxalq hüquq prinsipində bəlkə də mümkün olacaq, olmayacaq və gələcəkdə bu hansı parametrlərlə tənzimlənəcək o bilinmir, amma biz indiki halda Ermənistandan həmin əraziləri torpaq qarşı, daha doğrusu təzminat əvəzi olaraq ala bilərik. Təzminatın əvəzində torpaq almaq mümkündür. Bunun üçün Zəngəzur dəhlizi Azərbaycana qaytarılmalıdır. Eyni zamanda Göyçə gölü hövzəsi və Tovuz Qala rayonu, ermənilərin indiki Bert və Noyemberyan rayonu adlandırdığı ərazilər Azərbaycanın tərkibinə qaytarılmalıdır, qeyd şərtsiz. Bəs deyərsiniz ki, necə biləcəyik ki, 300 milyard dollarlıq ərazilər bu qədər eləyir. Ümumiyyətlə 300 milyard dollarlıq ərazi götürdükdə hər bir ərazinin ümumi daxili məhsuluna, yəni ödəməsinə baxmaq lazımdır və Ermənistanda da iqtisadiyyat olduqca ölü olduğu üçün Sovet dövründən sonra iqtisadi təmərküzləşmənin yoxa çıxdığını nəzərə alaraq, ümumiyyətlə iqtisadi imkanların sıfıra bərabər olduğunu əsas götürərək belə bir qənaətə gəlmək olar. Eyni zamanda Ermənistan ərazisi dağlıq ərazi olduğuna görə orada iqtisadi göstəricilər də olduqca aşağı olur və bu da bizə daha çox torpaq əldə etmə şansı verir. Eyni zamanda Ermənistan üçün sadəcə dağlıq ərazi ola bilər, amma bu bizim üçün mənəvi əhəmiyyətdə kəsb edir. Bizim tarixi torpaqlarımızdır, nənə babalarımızın, ata babalarımızın yaşadığı ömür, gün sürdüyü ərazilərdir və bizim üçün mənəvi dəyəri böyükdür. Zəngəzur dəhlizinin əhəmiyyəti həm də ona görə böyükdür ki, Türk dünyası ilə quru sərhədinin açılması deməkdir. Təxminən 100 illik fasilədən sonra bu əraziləri biz yenidən qaytarmaqla İstanbuldan təsəvvür eləyin, Daşkəndə, Astaniya, Nur Sultana qədər, eyni zamanda Aşqabada qədər, hətta Bişkeşə qədər biz quru yol sərhədimizi bərpa eləmiş oluruq. Ona görə də regionun bəzi gücləri, Rusiya, İran və digər ölkələr, eyni zamanda qərbdəki bəzi dairələr bu dəhlizin Azərbaycanın nəzarətinə keçməsini istəmir. Amma biz hazırda həmin dəhlizin belə deyək, sülh yolu ilə açılmasının tərəfdarıyıq. Azərbaycan prezidenti də bunu bildirib, eyni zamanda prezident onu da qeyd edib ki, biz tanklarla yox, avtomobillərlə öz dədə-baba torpaqlarımıza qayıdacağıq. Hələ ki, prosedur bunu tələb edir, amma gələcəkdə, yaxın gələcəkdə vəziyyət necə dəyişəcək, onu zaman göstərəcək. Regionda artıq vəziyyət qan çanağına dönməkdədir. Yaxın şərqdəki vəziyyəti görürsünüz. İsrail ilə Fələstin arasında, eyni zamanda İranın da müharibəyə qoşulması get-gedə reallaşa bilər. Gürcüstanla Rusiya arasında da vəziyyət gərgindir. Ukrayna müharibəsi fonunda Rusiyanın Rusiyaya qarşı ikinci cəhbənin açılması məsələsi gündəmdədir və belə olan halda biz yaranmış vəziyyətdən istifadə edərək öz ərazi bütövlüyümüzü bərpa eləyə bilərik. Təxminən onu qeyd etmək lazımdır ki, Göyçə Zəngəzur, eyni zamanda Tovuz Qala, Dilican əraziləri, yəni ermənilərin indi demək Cəğarkunik, Bert Noyemberyan adlandırdığı əraziləri nəzərdə tuturam.
Onların ümumi ödəməsi, ümumi daxili məhsulu rayon olaraq, onlar mərc deyirlər. Mərclərin ümumi daxili məhsulu illik olaraq çox aşağı nisbətdədir və olduqca sadəcə 1-2 nöqtədə yeyinti məhsulları fabrikləri və sair zavodlar, şərabçılıq zavodları və sair var. Onların da gəliri olduqca azdır və biz həmin əraziləri Göyçə gölü hövzəsində balıq vətəgələri var. Həmin ərazilərdə də demək olar ki, illik gəlir və ondan istifadə olduqca aşağı səviyyədədir və biz həmin əraziləri Ermənistandan dəymiş ziyan qarşılığı ala bilərik və bu beynəlxalq hüququn prinsipləri çərçivəsində də həll oluna bilər. Eyni zamanda Ermənistan buna məhəl qoymasa, biz gələcəkdə bu əraziləri hərb yolu yanında ala bilərik. Bunun üçün tarixə nəzər salmaq lazımdır. Bir çoxları deyirlər ki, bu indiki beynəlxalq hüquq prinsipində mövcud deyil. Baxın, İsrail istədiyini eləyir bugün. İstədiyini, uşaqları, sivil insanları qətl eləyir. Onlara qarşı, Fələstinlərə qarşı qətliam törədir. Eyni zamanda Həmas da İsrail vətəndaşlarına qarşı qətliam həyata keçirir. Amma beynəlxalq hüququn prinsipləri işləmədiyi üçün bu mexanizmlər demək olar ki, öz ümumiləşdiriciliyini itirib və belə deyək, kim güclüdürsə haqlı da odur prinsipi artıq dünyada əsas işlək mexanizmdir. Ona görə də biz, hətta bizə sanksiyalar tətbiq eləsələr belə, biz həmin əraziləri nəzarətə götürməliyik. Baxın, 1974-cü ildə Kipr Yunan koloniyasının işğalı altındaydı və türklərin hüquqları pozulurdu. Türklərin hüquqları bərpa olunmurdu. Onlara qarşı amansız soyqırımlar, qətliamlar həyata keçirilirdi. Axırda Türkiyə Cümhuriyyəti məcbur oldu ki, adaya qoşun çıxartdı 1974-cü ildə və adanın yarısı qardaş Türkiyənin nəzarətinə keçdi və daha sonra 1983-cü ildə orada Kuzey Kıbrıs Türk Cümhuriyyəti, yəni Şimali Kipr Türk Respublikası quruldu. Və həmin dövrdə tarixdən xatırladığımız kimi Türkiyəyə qarşı çoxsaylı sanksiyalar tətbiq olundu. Onlara qarşı neft satılmadı, lirənin dəyəri aşağı salındı. Hətta bəzi yeyəcək-içəcək malları belə embargo tətbiq edildi onlara qarşı. Nə oldu nəticədə? Türkiyəyə təsir eləyən nə oldu? Bugün Türkiyə dünyanın aparıcı ölkələrindən, hətta NATO-nun ikinci ən əsas ölkəsindən biridir. Yəni sanksiyalara fikir versək, biz çox geri gedə bilərik. Yəni sonunu düşünən qəhrəman olmaz. Biz bu prinsipi əsas götürərək öz tarixi torpaqlarımıza sahib çıxmalıyıq. Azərbaycan 200 ildən sonra öz ərazi bütövlüyünü, yəni itirdiyi torpaqları geri qaytardı, ərazi bütövlüyünü bərpa elədi. Söhbət bu yaxınlarda Zəngəzur, daha doğrusu üzr istəyirəm, Xankəndi, eyni zamanda Ağdərə, Xocavənd, Xocalı, Əsgərandan gedir və artıq bizim növbəti hədəflərimiz olmalıdır. Əgər biz dövlətçiliyimizi davamlı etmək istəyiriksə, biz Zəngəzur dəhlizini, Zəngəzur ərazilərini, eyni zamanda Göyçə gölü hövzəsindəki əraziləri və Gürcüstan istiqamətindəki hazırda Ermənistan ərazisində olan Dilican, eyni zamanda Tovuz-Qala ərazilərini də öz nəzarətimizi bərpa etməliyik. Dövlətçilik anlayışı budur. Əgər biz öz ərazi bütövlüyümüzdən kifayətlənsə, ermənilər yenidən Qarabağa ərazi iddiası irəli sürəcəklər. Əgər biz yenidən öz tarixi 114 min kvadrat kilometrlik ərazimizə iddia qaldırsaq, o zaman ermənilərin başı qarışacaq həmin ərazilərin müdafiəsinə, həm informasiya müharibəsində, eyni zamanda diplomatiya savaşında və Qarabağ tamamilə unudulacaq. Eyni zamanda biz də hücum diplomatiyasını davam etdirərək həmin əraziləri yenidən öz nəzarətimizə keçirməliyik. Bu bizim tarixi haqqımızdır. Baxın, 1920-ci ilin dekabr ayının 1-də Zəngəzur Ermənistana verilərkən Azərbaycanın fikri sorulmadı. SSR-i həmin əraziləri zorla Azərbaycandan alıb Ermənistana verdi. Nə Azərbaycan xalqının fikri nəzərə alındı, nə referendum keçirildi, nə də hər hansı bir hüquqi prosedur tətbiq olundu. Zorla alındı, sadəcə belə deyək də, SSR-in mülki kimi bir ölkədən alındı, digər ölkə verildi. Halbuki həmin ərazilər tamamilə Azərbaycan əraziləridir. Ümumiyyətlə, Ermənistan tarixi Azərbaycan ərazilərində qurulmuş bir qondarma forpost dövlətdir. 1903-cü ilin, hətta 1917-ci ilin xəritələrində belə siz Ermənistan adlı dövlətə rast gələ bilməzsiniz. Amma Azərbaycanın
müxtəlif adlarla sacilər, salarilər, rəvadilər, şəddadilər, atabəylər, ağqoyunlular, qaraqoyunlular, əfşarlar, səfəvilər təbii ki, müxtəlif adlarda imperiyalarına tarix boyu rast gələ bilərsiniz bu ərazilərdə və ona görə də ermənilərin bura gəldiyi tarix də bəllidir. 1813-1828-ci illər Rusiya-İran müharibələri, daha doğrusu Rusiya-Qacarlar müharibələrindən sonra onlar Şimali Qafqaza köçürülüblər. Azərbaycanla Türkiyənin arasındakı o xətti, tarixi xətti qırmaqdan ötürü arada forpost proje dövlət yaradıblar. Və biz 300 milyard dollarlıq təzminatın əvəzini həm dövlət olaraq, həm ictimai kəsim olaraq, hər bir vətəndaş olaraq Ermənistan dövlətindən, beynəlxalq hüquqdan, işləməyən beynəlxalq hüquqdan, eyni zamanda hər bir ermənidən tələb etməliyik və onları qorxu və vahimə altında saxlamalıyıq ki, onların növbəti Azərbaycana qarşı ərazi iddiaları, eyni zamanda növbəti miyatsum hərəkatları baş verməsin. Hələlik bu qədər. Sağ olun, salamat qalın. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi və şərh yazmağı unutmayın. Hələlik.